يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا اصبروا وصابروا ورابطوا واتقوا الله لعلكم تفلحون. قال رسول الله صلى الله عليه وسلم إيمان بالله وجهاد في سبيل الله. Esselamu Aleyküm değerli Müslümanlar. Uca Allah'a hamd sanalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salat salamlar olsun. Sizlərə və özümə uca Allah'a qarşı təqvalı olmağı və Resulullah sallallahu aleyhi və səlləmin yolundan getməyi tövsiyə edirəm. Etdiyimiz nəsiyyətlər öncə özümə, sonra siz dəyərli qardaşlarımadır. Dəyərli müsəlmanlar, böyüklərimizin bir deyimi var. Keçmişini unudan gələcəyinə yön verə bilməz. Bilindiyi kimi sabah 27 sentyabr 44 günlük müharibənin başladığı anım günüdür. Bugünkü xütbəmiz vətən sevgisi uğruna şəhid və qazi olmuş qardaşlarımıza həsr olunub. Mütləq ki, ümmətlər və millətlər həyatlarını huzur içərisində keçirə bilmələri üçün üzlərini tövhidin nuru ilə həyatlarını Peyğəmbər sallallahu aleyhi və səlləmin məhəbbəti ilə doldurmalarını, idraçlarını Qur'anın həyat suyu ilə möhkəmləndirmələri və sonra necə bir ümmət olduqlarını, necə bir millət halına gəldiklərini çox yaxşı bilmələri lazımdır. Çünki yenə xatırladıram ki, əslini, əsasını, cövhərini və qaynağını bilməyən bir millət gələcəyindən əmin ola bilməz. Rəbbimiz bizlərə din, vətən, azadlıq və namus kimi bir çox dəyərlər ihsan etmişdir. Bir müsəlman bu dəyərlərə sahib olduğu zaman dünyanın ən zəngini sayılmaqdadır. Bu dəyərlərdən biri də vətən sevgisi və bu sevgi uğruna canını verməyi bacarmaqdır. Vətənə qarşı olan sevgi bizlərə Allah Resulü sallallahu aleyhi və səlləmdən miras qalmışdır. Resulullah sallallahu aleyhi və səlləm anadan olduğu və böyüdüyü Məkkədən daima dərin məhəbbət bəsləmişdir. Hətta hicrət etməyə məcbur qalarkən bu sevgini belə dilə gətirmişdir. Ey Məkkə, mənə səndən daha sevimli və daha təmiz olan bir yer yoxdur. Əgər səndən çıxarılmasaydım, səndən başqa heç bir şəhərdə əsla qalmazdım. Möhtərəm müsəlmanlar, vətən kimi dəyərli xəzinəni əlimizdən almaq və tapdamaq istəyənlərə qarşı dinimiz daima hazırlıqlı olmağımızı və daima savaşmağı əmr etmişdir. Əziz və cəlil olan Rəbbimiz Qur'an-ı Kərimdə bu xüsusda belə buyurur. Ey iman edənlər, səbr edin, düşmən qarşısında dözümlü olun, cihad üçün hazırlıqlı və oyanıqlı olun. Allahdan qorxun ki, bəlkə nicat tapasınız. Bu mənada Resul-i Əkrəm Efendimiz sallallahu aleyhi və səlləm haqq və həqiqət uğrunda savaşmağımı xeyirli əməl olaraq səciyyələndirmiş, hansı əməl daha xeyirlidir? Sualına belə cavab vermişdir. İmanun billah və cihadun fi səbilillah. Allaha iman edib və Allah yolunda cihad etməkdir. Allah yolunda vətən və böyük amallar uğrunda canından keçmək, özünü şuurlu şəkildə qurban vermək, insanı İslamda ən böyük mərtəbələrdən birinə şəhidlik zirvəsinə ucaldır. Şəhidlik, ölümsüzlük arzulayana Allahın təqdim etdiyi ən böyük nemətdir.
bəndələr bu fürsətə haqq uğrunda və haqq yolunda mübarizə ilə nail olarlar. Rəbbimiz buyurur ki: وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ أَمْوَاتٍ بَلْ أَحْيَاءٌ وَلَكِنْ لَا تَشْعُرُونَ. Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar Allah dərgahında diridirlər. Lakin siz bunu dərk etmirsiniz. Allah yolunda və vətən uğrunda savaşdığı və şəhid olmağı arzu etdiyi halda şəhid olmayıb sağ qalan kimsə isə qazilik zirvəsinə ucalır ki, bir hədis şərifdə isə qazi olmağın üstünlüyü bu şəkildə bildirilir. Allah yolunda yaralanıb, sonra ölən ya da sağ qalan qazi olan kimsə qiyamət günündə döyüşün nişanəsi olan yarası ilə insanların qarşısına gələcəkdir. Onun yarasının rəngi qan rəngində, qoxusu isə mis qoxusundan olacaqdır. Değerli Müslümanlar, Allah-u Teala'ya həmd sənalar olsun ki, neçə illər işğal altında olan vətənimiz Rəbbimizin lütfi və inayəti ilə və millətimizin fərasət və bəsirəti ilə geri qaytardıq. Rəbbimiz buyurur ki: وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ. Ruhdan düşməyin və kədərlənməyin. Əgər inanırsınızsa, üstün olan sizsiniz. Ayət şərifini həyatımıza düstur edərək, imanımızdan aldığımız güclə üstün olduq. Rəbbimizdən də ümidimizi heç bir zaman kəsmədik. وَاعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Hamılıqla Allah'ın ipinə, İslam'a yapışın və parçalanmayın. Ayət şərifinə tabi olduq, birlik və bərabərliyimizi qoruduq, qardaşlıq şuuru ilə gücümüzə güc qatdıq. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm də bir-birinizə həsəd etməyin və kin bəsləməyin, bir-birinizə arxa çevirməyin, ey Allahın qulları, qardaş olun. Hədis şərifi gərəyincə bir-birimizə inanıb, bir-birimizə qardaş olduq və Rəbbimizin izni ilə bu qələbəni qazandıq. Unutmayaq, işğala məruz qalan torpaqlarımızın azadlığını naminə gedən döyüşlərdə canlarından keçən şəhidlərimiz və bu döyüşlərdən geri dönən qazilərimiz öz üzlərində bu ilahi neməti irs olaraq daşıyırlar və onlar bizlər üçün örnəkdirlər. Buna görə də şəhidlik məqamına çatan qardaşlarımıza uca Allahdan rəhmət, qazilərimizə isə sağlam ömür arzulayırıq. Allah-u Teala dinimizə, vətənimizə, dövlətimizə daima zəfər nəsib etsin. ألا إن أحسن الكلام وأبلغ النظام كلام الله الملك العزيز العلام كما قال الله تبارك وتعالى في الكلام وإذا قرئ القرآن فاستمعوا له وأنصتوا لعلكم ترحمون. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الدين عند الله الإسلام.